Vaxtınız xeyir, bəzi maliqalarda belə bir funksiya var. Özü parkovka eləyən. Demək ki, seçirik bu düyməni. Burada göstərir avtomobili paralel saxlamaq yolun sol hissəsində, sağ hissəsində perpendikulyar nəsə indi biz seçdik, demək ki, sağ hissəsi avtomobili paralel və avtomobili irəliyə doğru veririk, özü parkovkanı görəcəkdir indi. Baxın. Bax, orada da gördü və biraz qabağa vermək istəyirəm ki, məsələn, mən bura salmaq istəyirəm, deyəlim ki, avtomobili. Gördü avtomobili orada. Sadəcə ötürücü qutunu mən dəyişirəm, elə qoydum. Və burada da göstərir, yəni nə qədər arxaya vermək lazımdır. Gördünüz, artıq irəliyə doğru deyil vermək lazımdır. Bakın. Və dayandırdı, vəssalam. Avtomobili tam parkovka etdi.